adamın əlinə xəttkeşlə vurmaqdır, nə bilim, adamın üstünə qışqırmaqdır falan, onların heç biri yox idi. 500-lük essay burdan, 24 saat activity hər həftə. Hazırlaşmadığım imtahanda mən 100%-dən çıxdım da. Ev tapşırığı vəbşə yoxdur. Nə Praqada, nə burada. Məktəbə getmişəm. Birinci gündə məktəbin əksəriyyəti pijama şalvarı, klassik Amerikan pijama şalvarları var ya. Ondan gəzirlər. Cins şortiklər, açıq koftalar. Ən çətinlik çəkdiyim yerdə transport. Nəsə lazımdır? Hə, tramvaya mindim, getdim, aldım, gəldim. Taksidə burada çox bahadır ora baxmış. Buradakılar restoran əvəzinə parkda gedib oturmaq istəyirlər. Dostumun ad günü idi, getmişdik evlərinə. 13 qızıq, 13 dənə balaca tort gəlir qabağımıza. Özdə hamısını da özləri evdə bişirmişdilər. Rəhlər, kraskalar, zər, o, bu. Qoyub qabağımıza ki, hə, dekorate eləyin, sonra da evə aparın. Özüm dekorate eləyim bunu. Amma eləyəndən sonra çox əyləncəlidir. Ya o qədər uşaq tanıyıram, mən anasından, atasından heç nə almırlar. Prosta onların evində qalırlar. Mən niyə anamdan, atamdan istəyim bunu? Öz pulum var da özüm alaram. Part-time 25 saatda, saatlığı da, yəni hər saatına bir 16, 14, 20 dollar falan qazanırlar. Məktəbdə ev tapşırığı vermirlər deyə uşaqlar məktəbdən çıxandan sonra razı gedirlər işə. Nə qədər ki çox işləyirlər, o qədər ki çox pul qazanırlar. O da motivasiyadır. Uşaqlarla əylənməkdənsə bunlar işləməyi tərcih edirlər. Gedirlər, işləyirlər, pullarını qazanırlar. Məktəb və iş time management-ə çox yaxşıdır, kömək eləyir. Öz Amerikanların hamısı çox sevimlidir. Hamı ilə danışmaq istəyir. Heç kim belə dışlamır. Nə bilim bullying söhbəti falan yox idi. Kinolarda göstərirlər ki, nə bilim məktəbdə uşaqlar bir-birlərini lokerlara belə təliyirlər, döyürlər elə. Onların heç biri yoxdur burada. Onların hamısı fantaziyadır. Universitet diplomumu alandan sonra məncə mənlə burada qalacaq. Çünki Bakının yaşayışı xoşuma gələ bilər, amma çətindir. Maaş azdır. Bakıda qalmaq planımda yoxdur. Yaşamaq istəmərəm. Amma tez-tez getmək istəyirəm. Mənim adım Məryəm Ağamalıdır. James Madison məktəbindən məzun oldum. International Relations oxumaq istəyirəm.